Vali Onanuga, 12 Mahamadov Püşkatır, 10 köməkçiləri bugün Yanoviç başında olacaqlar. 44 Elvin Cəfərquliyev, 10 Abdullah Zubir, 81 Əli Əliyevin işarəsindən sonra oyun başladı. Kəpəz futbolçular topa ilk toxunuş etdilər və çox inamsız ikinci toxunuş gördük Verdaskanın ifasında. Lakin Kadi qapıya baxır, zərbəsi uzaq günc istiqamətində. Dani Bolt gözləyir komanda yoldaşlarını, Kadini gördü. Kadi topu qaytardı, Boltun zərbəsi uzaq güncə. Etiraz Şahverdiyev, sol ayaqlı zərbə və Koxalski topu tutur. Heç mehribancasına, dostcasına hərəkət etmədilər. Ötürmə gəlir Kadidən, Matı Silva. Topu qapıdan aralı keçdi. Və kornerdə Qarabağ yerinə yetirir. Qapı qarşısına ötürməyə başla. Zərbə uzaq günc istiqamətində. Asfərqlə topu qapıdan aralı keçir. Fərid Nəbiyev, Fərid sola baxır. Rəhman Hacıyev, Rəhmanın zərbəsi uzaq güncə. Birbaşa cərimə meydançası topu göndərdi. Zərbə indirmə imkanı var. Abuladzın cəhdi. Dani Bolt və Marko Yankoviç topu uzaqlaşdıra bilmədilər. İkisinin arasından top keçdi. Nəticədə Abuladzın önünə düşdü. Zubir üçün saxladı topu. Zubir cərimə iştirakı yaxınlaşır. Daxil olur. Zubir zərbə. Yusuf İmanov. Daha bir seyf. Kəpəzin qapıçısı. Bir hərəkətlə 2 Kəpəz futbolçusunu önündən yığışdırdı. Hətta 3 çəkdi. Liqadan çox gol vuran ikinci komanda olduğunu nəzərə alsaq, bu çox aşağı göstəricidir. İndi imkan var hesabı açmaq üçün. Kamilo Duran və blok qoyulur. İkinci cəhd ötürməz Zubir. O da topu saxladı Kadi üçün və son anda boş qapıdan Verdaska topu çıxarır. Epizodu təkrarını izləmə imkanımız var. Səhvə yol verdi Kəpəz futbolçuları. Zubir topu ələ keçirdi. Duranla oynadı. Duranın zərbəsinə blok qoyuldu. Topu yenidən Durana qayıtdı. O topu Zubirə saxladı. Zubir Kadi üçün. Kadi dərhal zərbə indirdi və əslində top qapıya gedirdi. Lakin Verdaska burada bir qapçı kimi oynadı. Gələnir. Zubir, iki futbolçunu geridə qoydu. Leandro Andrade, Kadi. Top çatmadı, qaydan top, zərbə və Yusuf İmanov. Növbət dəfə məharətini göstərdi. Pedro Bicalio'nun işarə verildi. Kadi və top dirəkdən qaydır. Kadi topu birbaşa qapıya göndərdi. Qaza məsələ deyildi, amma Kadi bu məsuliyyəti üzərinə götürdü və az qala topu qapıya göndərəcəkdi. Gözəl bax rakursdu bu. Top dirək meydandan çıxır. Ola bilsin Yusuf İmanov topu çıxaracaqdı herhalde top çərçivəyə geçsəydi, amma istənilən halda Kadinin zərbəsi gözəl alınmışdı. Yusuf İmanov. Və yine Fofana istiqamətində götürmə alındı. Fofana'dan qapı qarşısına. Yaxşı fürsət var. Paçu, Koxalski və Fərid Nəbiyev. Kəpəz hesabı açır. İlk hissənin son dəqiqəsində Fərid Nəbiyev topu Qarabağın qapısına göndərdi. 1-0. Gözlənilməz sonluq ilk hissədə. Sürətli hücum əşi Yusuf İmanov bax bu ötürməsilə başladı. Fərid Nəbiyevin toxunuşu var idi. Əla toxunuş alındı. Top Fofana'ya çatdı. Ondan qapı qarşısı ötürmə. Paçunun önünə düşür top. Paçunun zərbəsi Koxalski dəf edir və Fərid Nəbiyev başla. Dəqiq zərbəli topu boş qalan qapıya göndərir. 1-0. Kəpəz sədaları bürüyür Yevlax şəhər stadionunu. Bir hissə 44 dəqiqə dözdü. Qarabağın təzyiqinə, aramsız hücumlarına, arda indirdiyi zərbələrinə dözdü Gəncə təmsilçisi və sonda özü qol vurdu. Kəpəz mövsümdə 3-cü dəfə Qarabağın qapısına yol tapdı. Qarabağ hələ də cəmi bir qol vurub Kəpəzə. İndi hesab bərabərləşdirmə imkanı var. Leandro Andrade və gol! Offside. Leandro Andrade offside'dəydi. Herhalde baxılacaq var otağında. Bəli. Var otağında da məncə çox baxmayacaqlar. Məsələni çox uzatmayacaqlar. Aşkar offside var idi. Leandro Andrade. Leandro'dan aldıcı fənd. Elvin Cəfərquliyev qapı qarşısına ötürmə və topu uzaqlaşdırma mümkün olmasa da herhalde Yusuf İmanov topu tutdu. Burada çaşqınlıq yaşadı. Baxaq.
başına dəymiş. Dayağı qalxdılar. Camal Cəfərov. Camaldan cərimə meydançasına. Paçu istiqamət ötürməyə. Rəhman Hacıyev. Rəhmanın zərbəsi rikaşet top meydandan çıxır. Zonaya çıxartdılar. Orada heç kim yox idi. Kadi. Çəkdi soluna. Kadi uzaqdan zərbə. Yusif İmanov düzgün mövqeyi seçmişdi. 4 nəfərdən ibarət canlı sərişarə verirdi. Johnny Montiel. Yusif İmanov qaytarır topu. Zərbə Musa Qurbanlıdan. Daha bir cət. Nafiyyətçilər, qapıcı, hücumçular hər kəs qarışıb burada bir-birinə və ilkunda Yusif İmanov topu tutur, zədələndi. Mate Abuladze də hər şey Montiel'in bax bu zərbəsindən başladı. Yusif İmanov bir təhər topu zərbəni dəf etdi. Nəticədə komandası qoldan xilas etdi Yusif. Musa Qurbanlı gözəl qol vura bilər. Zubir'in ara ötürməsi. Musa və top doğru yandan silkəliyir. Musa Qurbanlı ərzində. Zubir. Duran yeri yıxılıb, qayda pozuntusu və ümumiyyətlə heç nə yoxdur deyir Əli Əliyev. Yox, gözləyindir. Hakim Şakir Seyidovla. Kamil Duran'ın mübarizəsi bax burada necə qiymətləndiriləcək. Yəni bu rakursdan bu təkrardan baxaq. Sanki təmas var idi Kamil Duran'ın ayağına. 5 dəqiqə ərzində Qarabağ Kəpəzin qapısına yol tapmadı və deyəsən, bəli, penalti yoxdur, qərar qüvvədə qalır. Topa oynamışı Şakir Seyidov. Şakir Seyidov həqiqətən topa toxunmuşdu. Paçu, yaxşı imkan yarana bilər. Paçu zərbə yaxın küncə dəqiq olmadı. Və Musa Qurbanlının zərbəsini Yusif İmanov dəf edir. İkinci cəhət imkanı olmadı yenə də Yusif. Zədələnən futbolçu var. Offside yox idi. Əla ötürmə vermişdi Kamil Duran. Musa Qurbanlı qapıçıya təpəyə çıxdı. Burada Mate Abuladze də sonuna qədər mübarizə apardı və Musa Qurbanlının dəqiq zərbə indirməməsinə, qol vurmamasına həmçinin o da səbəbkar oldu. Montiel, Adday. Fofana, Paçu ilə oynayır. Paçu'nun gücü qalıbmı? Medinadan sıyrıldı. Luis Paçu nöqtəni qoya bilər. Paçu cərimə meydançasında. Paçu ayaq saxlayır. Paçu və Kohalski. Kohalski Qarabağ oyunda saxladı. Oyunda bəlkə ilk dəfə bəlkə də Medinadan sıyrıldı bax belə dueldə. Amma son ana qədər tam qərar verə bilmədi. Nə etsin, ötürmə versin, zərbə vursun, dayandı, gözlədi. Hər şey üçün vaxtı var. Qarabağın hücumu Montiel uzaqdan zərbə və top qapıdan yan keçir. 97-ci dəqiqədə başa çatdı. 90 üstə gəl 7-ci dəqiqədə başa çatdı. Bu bəlkə son şansı idi. Bu bəlkə son ümidi idi. Və bu da finaldir. Kəpəz mövsümdə ikinci dəfə Qarabağı məğlubiyyətə uğradır. Fərid Nəbiyevin ilk hissədə 45-ci dəqiqədə vurduğu qol Kəpəzə bu oyunda 25-ci turun maçında minimal hesablı qələbə qazandırdı. Turun ən böyük sensasiyası, dövrənin ən böyük sensasiyalarından biri yenə də Kəpəz Qarabağ maçında yaşanır. İki oyunda Kəpəz bu mövsüm Qarabağı məğlub etmə bacardı.